4 gün öncə noyabrın 23-də Goranboy rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsinin döşəməsinin çökməsi haqda xəbər vermişdik. Noyabrın 26-sı təxminən saat 21:45 radələrində sözü gedən yaşayış binasının çökmə baş verən bloku tamamilə uçub. Bina sakinləri ilk çökmə baş verən günü binadan köçürüldüyündən ikinci hadisə zamanı hər hansı xəsarət, tələfat qeydə alınmayıb. Hadisə baş verən Cəfər Cabbarlı 4 ünvanına rayon icra hakimiyyətinin başçısı, digər qurumların əməkdaşları gəlib. Cəfər Cabbarlı küçəsindəki binanın 60 mənzilli, 5 mərtəbəli, 6 bloklu binanın 4-cü blokunun birinci mərtəbəsində çökmə baş vermişdir və bina dərhal insanlar təxliyə olunmuşdur və binanın insanları təxliyə olunmuş, onlar artıq kirayə evlərlə təmin olunmuş və hal-hazırda isə həmin təxliyə olunmuş bina, heç kim yaşamadığı binada o qəzalı blokda çökmə baş vermiş, binanın həmin bloku tamamilə çökmüşdür. Allaha şükür ki, heç bir qəza itki yoxdur. Vəziyyət tam nəzarətdədir. Rayonumuzun bütün aidiyyatı qurumları hadisə yerindədir. Rayon icra hakimiyyətinin başçısı tezliklə qəzalı binanın söküntüsünə başlayacağını və ərazidə 76 mənzilli yeni yaşayış kompleksinin inşa ediləcəyini açıqlayıb. Artıq yeni binanın tikintisi ilə bağlı qərar qəbul olunub. Bina tamamilə qəzalı vəziyyətindədir və yeni binanın tikintisi ilə bağlı da artıq geoloqlar, topoqraflar rayonda fəaliyyətə başlamışlar. Elə binanın öz yerində, yəni ona ərazisi tam təmizlədikdən sonra yeni bir yaşayış kompleksinin tikintisi və qonşuluqda olan digər binada onda qəzalı vəziyyəti müəyyənləşdirilmişdir. O binanın da bununla birlikdə ümumilikdə 76 mənzilli bir yaşayış kompleksinin tikintisi üçün artıq işə başlanılmışdır. Qeyd edək ki, qəzalı binanın yerləşdiyi Cəfər Cabbarlı küçəsində polis postları qurulub və insanların təhlükəsizliyi tam təmin edilib. Rahim İbrahimoğlu, Həcər Həsənova, Könül Həbib qızı. Bugün informasiya proqramı üçün.